Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusən qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədi ilə Nizami və Cəfər Cabbarlı stansiyaları yaxınlığında 2 yeni yarım stansiya inşa ediləcək. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində görüləcək bu işlər hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xəttlər ayrıldıqdan sonra qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək. Hərəkət intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yeniləməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlılığını və elektrik təchizatı məsələlərinə yeni yanaşmanı aktuallaşdırır. Buna görə də qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən bir saylı dartı elektrik yarım stansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır.